Mən də bir daha hamı salamlayıram. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onlara həsr olunur bu qələbə. Zaten onlarla futbol gözəldir. Xüsusən də bir qazi azarkeşimiz Kərimin dünyaya uşağı gəlib. Onu da bu münasibətdən təbrik edirəm. Allah dövlətimizi qorusun. Oyuna gəldikdə məncə maraqlı oyun alındı mənim üçün. Bugün bəlkə də oyunlardan idi ki, meydançada nə istədiyi alındı və istədiyimiz qollar, rəqibin bizə qarşı edə biləcəyi maksimum o çətinlikləri aradan qaldırdıq. Uşaqları təbrik edirəm. İnşallah önümüzə baxacaq.